Salam Əmlakçı kanalının izləyiciləri, bugün sizinlə növbəti bir videonu çəkirik. Bugün biz sizinlə fərdi evlərin, yəni həyət evlərinin tikintisində geniş istifadə olunan lentvari bünövrədən danışacağıq. Bu işdə bizə Kral Layihə və Dizayn Mərkəzinin rəhbəri Elnur Bayramov köməklik eləyəcək. Bu videonu sona dək izləməyi tövsiyə edirəm. Çünki bünövrə evin tikintisində ən vacib hissələrdən biridir. Bünövrənin necə qoyulmasından asılı olaraq evinizin gələcək tikintisi də davam edəcək. Ona görə mütləq bu videonu izləyin ki, sonra tikinti zamanı heç bir digər fəsadlarla qarşılaşmayasınız. Elnur bəy, salam, xoş gördük. Salam, çox sağ olun. Təşəkkürlər. Hal-hazırda fərdi yaşayış evinin fundament hissəsi tökülüb və onun haqqında söhbət edəcəyik biz. Əsasən burada olan düz iş fundament üçün xəndəyin həminki evin layihəsində olan hündürlüyünün 10% hissəsi qədər olmasıdır. 10% qədəri ki, fundament torpağın üstündə deyil. Yəni hələ fikir versəniz, torpağın üstündə çatmağa da bir 20-30 sm var. Deməli, məsəl üçün evin divar hündürlüyü 9 metrdirsə, onun onda biri, yəni 90 sm dərinliyində bünövrə qazılmalıdır. Torpağın üstündən 90 sm dərinliyə qazıldıqdan sonra 10 sm hissəsi çınqılla, qum çınqıl qarışığına doldurulub kifləşdirilməlidir. Ondan sonra həmin armatur karkas hazırlanıb qoyulmalıdır içinə. Ondan sonra isə betonlanma işləri görülməlidir. Hansı ki, bu sahədə olduğu kimi. Gözlə görünən hissələrdən biri də izolyasiyanın olunmamasıdır. Bəzən görürsünüz bizim vətəndaşlarımız bu bünövrədə izolyasiya etmirlər. Sonra onun fəsadlarını da yaşayırlar. Ümumiyyətlə, Bakı və Abşeronda əksərən belə tikilir. Bakı və Abşeron və digər rayonlarda bu izolyasiyaya ehtiyac varmı? Bünövrənizə? İzolyasiya çox hissələrdə var. Amma əgər torpaqda su çıxmırsa və torpağı qazdıqda duzlaşma hiss olunmursa kənar hissələrdə, həminki izolyasiyanın qoyulmasına o qədər də ehtiyac yoxdur. Ehtiyac deyil. Yox, amma qazdıqda su varsa, həmin ərazidə 100% həmin izolyasiya olunmalıdır ki, fundament öz keyfiyyətində çox qalsın, uzun ömürlü olsun. Elnur bəy, gərək bu sütunlardan armatur məsələsi. Bəli, armatur məsələsindən danışaq kolonlarda. İlk gözə çarpan şey bu xamutlar ki var. Bəli. Baxın, fikir versəz, bu xamutların qatlanma hissəsi 3-5 santıdır. Bunu belə tam fırlanmalı idi. Amma yəni bu böyük səhvdir ki, seismik zəlzələ zamanı bu xamutlar tez açılacaq, və bəli, sütun öz keyfiyyətini saxlayamayacaq. Onlar deməli 90 dərəcə yox, hardasa 45 dərəcə qatlanmalıdır, bəli. Nə qədər çox həyirsə içəriyə iki tərəfdən. Bəli. Sütunun keyfiyyəti o qədər yaxşı olur. İndi ustalarımız adətən bəhanə edirlər ki, həm də bəhanə edirlər ki, güya əymək üçün yer qalmayıbdı, ancaq satışda belə deyirlər. Amma ki, onsuz standart kəsdirsələr, bu hissəsi bir 10 sant olmalıdır ki, bunu tam belə əymək olsun. Bəli. Gözə çarpan səhvlərdən biri də odur ki, burada 14'lük armaturdan istifadə olunub. Bəli. Normativ nə deyir? Sütunlarda gərək ki, minimum 16'lıq, ən yaxşı olar ki, həcər kənar hörgülər kubikdəndirsə, 16-18'lik armaturlardan istifadə olunsun. Yox, əgər ümumiyyətlə kənar hörgü kərpicdəndirsə, 20'lik armaturdan aşağı armatur sütunu istifadə etmək olmaz. Fərdi yaşayış evlərindən söhbət gedir təbii ki. Yəni daşıyıcı divardırsa, onu 14, 16'lıq, 16-18 etmək olar. Ancaq içi boş kərpic bloklardırsa, minimum 20'lik. armatur istifadə etmək məsləhətdir. İndi burada səhvi düzəltməyə çalışıblar. Əlavə belə armaturlar əlavə ediblər. Bəli. Betonla da ilişməsi çoxalsın. Dib hissədə. Yəni kolonu qaldıranda betonların ilişməsi armatur vasitəsilə çoxalsın. Onun üçündür. Sonra
burada olan vacib səhvlərdən bu sütunlar hamısı Bəli. bir xəttdə salanmayıblar. Birinin kənarında məsafə çoxdur, o birində azdır. Ümumiyyətlə o sütun yəni belə mailli olunur. Verin bura. Bəli. Ki sütun o sütunun xəttindən bir 5-10 sant bu tərəfdədir. O da ki, həminki evin ölçülərində müəyyən səhv olacaq sonra. 3-5 santimetr səhvliklər olacaq. Deməli, simmetriya pozulub da, belə deyək. Bəli, bəli. Simmetriya sütunları bir xəttdə salanmayıblar. Deməli, burada bünövrə 18 olaraq davam etməyi tövsiyə edirsiniz də, ən azı. Ən azı 18-ci sütunlarda armaturu Bəli, bəli. minimum 18 olmalıdır burada. Ümumiyyətlə, qalınlıq barəsində nə deyə bilərsiniz? Lentvari bünövrənin minimum qalınlığı nə qədər olmalı? Burada baxanda görsənilir, eni 60 santimetrdir. Yəqin 2 daş üçün nəzərdə tutulub. Bəli, hündürlüyüdə əgər ev 2 mərtəbədən çox deyilsə 40 santimetr Kifayət eləyir. Yox, əgər 3 və daha artıqdırsa hündürlüyü, yarım metr hündürlüyündə armaturla tam karkas olmalıdır ümum hündürlüyü. Yəni 50 santimetr. 50 santimetr olmalıdır. Minimum deməli lentvari bünövrənin burada eni görürsünüz ki 60 santimetrdir. Qalınlığı isə dərinliyə hardasa 40 santimetr. Yaxşı hal olar ki minimum 40. 1-2 mərtəbələrdə, digər 3 və yüksəklərdə isə Elnur bəy deyir 50 santimetr. 50 santimetr olsa keyfiyyətli olar evin inşası. Sonra Elnur bəy markası barədə nə demək olar? Betonun markası. Adətən bizdə B25 fərdi evlərdə istifadə olunur. Bu da köhnə markalanma ilə M350-yə uyğun gəlir. Əslində o markalanma köhnə sayılmır da indi də var. Yəni ümumiyyətlə B25 fərdi yaşayış evi üçün çoxdur. Əgər həqiqətən həmin o keyfiyyət varsa. Fərdi yaşayış evinə B20 kifayətdir və M250 maksimumdur. Amma bizdə zavodlar fərdi evlərə də M300 hətta M350 istəyir. Amma ki, yəni o çox artıqdır o markadır. Ancaq işlərini biraz ehtiyatlı tutarlar siz demişkən. Belə bir tık deyə yuxarı götür. 250-dirsə M300, 350 imkan varsa sifariş eləyə bilərlər. O yaxşıdır sifariş eləsinlər. Yəni hər şeyin çoxu xeyirdir onsuz. Yəni keyfiyyətə xeyirdir. Bir də betonda əsas məsələdən biridir ki, bu töküləndən sonra hardasa bir həftə ərzində betona qulluq lazımdır. Çatlar əmələ gəlir üzərində. Biz burada da görürük. Buna indi videoda da göstərəcəm. Buna mikro çatlar deyirlər. Deməli beton töküləndən sonra suvarma prosesi olmayanda, hava isti olanda... Əgər havanın temperaturu, havanın istiliyi 25 dərəcədən çoxdursa, günə 2 dəfə yüngül, belə çox yox, yüngül suvarmaya ehtiyac var. Lentvari bünövrə haqqında başqa nə əlavələriniz var Elnur bəy? İzolyasiya məsələsini dedik, şeyben qatını vurğuladıq, armaturlardan danışdıq, betonun markasını dedik. Əsas məsələ ki, burada fundamenti bünövrəni torpağın üstündə yox, qazıb dərinə salmaqlardır. Ən böyük üstünlük. Və onu mütləq vurğulayaq ki, bəzən memarlar da mübahisə edir ki, buna nə ehtiyac var? Bunu bizdən seismik rayonlarda tikinti tələblər normativi, bəli. O normativ tələb eləyir ki, mütləq zəlzələ zamanı bu çox vacibdir ki, ev uçmayacaq. Bəli, bəli. Deməli, bir daha dinləyicilərimiz onu vurğulayaq ki, yəni kimsə sizə desə ki, nə edirsiniz? Torpağı qazırsınız, ehtiyac yoxdur, bura qayalıqdır, ay nə bilim, bura sərtdir, elə üstündən tökək, inanmırsınız, tələb edirsiniz ki, 1-2 mərtəbələrdə ən azı 60 santimetr, 3 və digərlərdə isə 1 metr 90 santimetr qazsınlar və ən yaxşı üsulda onda bir hissəni yadınızda saxlayın, evinizin divar hündürlüyünün onda bir hissəsi qədər, istəyən minimum onda bir hissəsi qədər bu torpaq qazılmalıdır və vurğulayaq ki, Elnur bəy, tökmə torpaq olarsa, bu daha dərin qazılmalıdır. Əsas qata getməlidirlər. Təbii ki. Təşəkkür edirəm Elnur bəy. Dinləyicilərimiz üçün də vurğulayıram. Nə sualınız olsa 051 874 95 34 nömrəsinə WhatsApp-dan suallarınızı yaza bilərsiniz. Biz çalışacağıq. Növbəti videolarımızda da tikinti ilə bağlı sizə maraqlı olan suallarınıza cavab verək. Hələlik.